10 may müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın müstəqilliyi, inkişafı naminə böyük xidmətlər göstərmiş, ümumilli lider Heydər Əliyevin anadan olmasının 102-ci il dönümü qeyd edilir. Biz çox böyük fəxrlə, qürurla bugünü anırıq. Bu bizim üçün həm də sırada bir böyük bayramdır. Düzdür, özü yoxdur aramızda, kədərlənirik. Amma çox qürur verici bir haldır ki, bugün də Ulu Öndərin varisi olan İlham Əliyev, Ali Başkomandan, ölkənin prezidenti Heydər Əliyevin dediyi, qoyduğu yolla çox dəqiq addımlarla ölçülü, biçili gedir. Səhər saatlarından etibarən Ulu Öndərin Quba şəhərində adını daşıyan Mədəniyyət və İstirahət Parkındakı abidəsi, rayon rəhbərliyi, millət vəkilləri, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat rəhbərlərinin, həmçinin rayon ictimaiyyəti tərəfindən ziyarət olunub. Bugün ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci il dönümüdür və hər birimiz Heydər Əliyev nuruna bura yığışmışıq. Bildiyimiz kimi Azərbaycanın müstəqilliyi, bugün var olan Azərbaycan, Ulu Öndər Heydər Əliyev siyasətinin təntənəsidir və bugünkü siyasətimiz cənab prezidentimiz, partiyamızın sədrinin sayəsində uğurla davam etdirilir. Dünya ölkələri sırasında birinci yerdəyiksə, əlbəttə ki, bunların hər biri üçün ümummilli lider Heydər Əliyevin siyasətinə borcluyuq. Böyük diqqət və ehtiramla yad edirik, hər birimiz onun ruhu qarşısında baş əyirik. Biz bu ənənəni nə qədər ki Azərbaycan var davam etdirməliyik və bundan sonra da biz hər zaman unutmamalıyıq ki, biz öz müstəqilliyimizlə, öz ərazi bütövlüyümüzlə, öz suverenliyimizlə Ulu Öndərimizə borcluyuq və onun siyasi davamçısı cənab prezidentimiz İlham Əliyevə borcluyuq. Sonra tədbir Quba rayon Heydər Əliyev mərkəzində Quba rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyasının Quba rayon təşkilatının birgə təşkilatçılığı ilə Müstəqil Azərbaycanın Memarı adlı konferansla davam edib. Əvvəlcə dövlət himni səsləndirilib. Sonra vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra ümumilli lider Heydər Əliyevin həyatına həsr edilmiş film nümayiş olunub. Konferansda Azərbaycanın əldə etdiyi nailiyyətlərin və bugünkü qələbələrimizin əsasının ümumilli lider Heydər Əliyev tərəfindən qoyulduğu qeyd edilərək, bu nailiyyətlərin bugün də Ali Başkomandan cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirildiyi bildirilib. Nüşabə Baxşıyeva, Sahib Məmmədli, Çingiz Qədimov, xüsusi olaraq Denas TV üçün.